Sizcə hansını tələb etməliyik? Məni müalicə et, yoxsa məni sağlam saxla? Biz səhiyyə iqtisadçıları cəmiyyət olaraq sizin sağlam olmağınızda maraqlıyıq. Çünki xəstəliklərin qarşısını almaq əslində iqtisadi baxımdan investisiyadır. İctimai sağlamlığa, təmiz havaya, suya, keyfiyyətli qidaya, xəstəliklərin qarşısının alınmasına qoyulan hər bir manat gələcəkdə dövlət büdcəsindən çıxacaq 10 manatlıq müalicə və digər bu kimi xərclərin qarşısını alır. Azərbaycanda ən böyük səhiyyə problemlərindən biri də ictimai səhiyyə savadlılığının aşağı olmasıdır. Ümumiyyətlə insanlarımız profilaktika nədir bilmir. Xəstəlik ağırlaşana qədər heç nə etmir. Müasir səhiyyədə sistem xəstəliyi müalicə etməyə yox, ilk növbədə xəstəliyin qarşısını almağa fokuslanır. Səhiyyə iqtisadiyyatı bu məsələdə ona görə maraqlıdır ki, bir insan xəstəliyi gec aşkar edəndə müalicə daha baha olur. Daha çox dərman lazım olur. Bəzən hətta uzun hospitalizasiyaya ehtiyac olur. Bu da öz növbəsində dövlət büdcəsindən xərcləri artırır. Yəni bizdə ictimai səhiyyə savadlılığının aşağı olması ağır nəticələrə gətirib çıxardır. Bəs ictimai səhiyyə savadlılığını kim artırmalıdır? Burada əsas məsuliyyət dövlətin və səhiyyə sisteminin üstünə düşür. Bu məsələdə müasir səhiyyə sistemində dövlətlər 3 əsas istiqamətdə işləyir. Ən önəmlisi ictimai maarifləndirmə kampaniyalarıdır. Məsələn, profilaktik müayinələrin reklamı, sağlam həyat tərzi proqramları və s. Dövlət səhiyyə büdcəsinin 1%-ni və ya daha azını sosial media kampaniyalarına ayırsa, xalqın səhiyyə savadlılığı mən deyərdim ki, bir ildə 50% artar. Televiziyadakı mənasız şouların əvəzinə skrininq niyə həyat qurtarır, erkən diaqnostika niyə vacibdir və s. başlıqlı videolar dövlət sifarişi ilə yayımlanmalıdır. Digər istiqamət profilaktika maliyyə təşviqidir. Yəni profilaktika ucuzdur, amma müalicə bahadır. Ona görə də inkişaf etmiş səhiyyə sistemləri check-up'ı təşviq edir, erkən diaqnostikanı prioritet edir, ailə həkimi modelini gücləndirir. Çünki gec diaqnoz böyük büdcə xərci deməkdir. Məsələn, bir ailə həkiminin qeydiyyatındakı 90% insan illik yoxlanışdan keçibsə, həmin həkimə bonus verilməlidir. Yəni sistem elə etməlidir ki, həkim vətəndaşın sağlam olmağında maraqlı olsun. Üçüncü əsas istiqamətlərdən biri də health communication deyilir, yəni səhiyyə kommunikasiyası. İnsanlar nə pulsuzdur bilmir, nə vaxt həkimə getməlidir bilmir, hansı müayinələr vacibdir bilmir. Bu boşluğu kim doldurmalıdır? Əgər sistem heç nə etmirsə, informasiya boşluğunu ya sosial media doldurur, ya da yanlış məlumatlar. Səhiyyə savadlılığında təkcə fərdi məsuliyyət yanaşması səhvdir. Əgər dövlət profilaktikanı təbliğ etmirsə, erkən diaqnozu təşviq etmirsə, ictimai maarifləndirməyə yatırım etmirsə, vətəndaşın səhiyyə savadlılığı necə yüksək ola bilər? Bütün bunlar səhiyyədəki kommunikasiya problemləridir. İcbari tibbi sığorta təkcə xəstələnəndə yox, sağlam olanda da bizim yanımızda olmalıdır. Yəni biz sistemdən təkcə məni müalicə et yox, məni sağlam saxla tələbini də etməliyik. Həkimə getmək üçün ağrını gözləməyin. İcbari tibbi sığortadan pulsuz check-up, skrininq və erkən diaqnostika tələb edin. Çünki vətəndaş sağlam olanda iqtisadiyyat da, büdcə də, ailə də qazanır. Səhiyyə iqtisadiyyatı deyir ki, ən ucuz müalicə profilaktikadır.